Selamünaleyküm. Bugünlerim hipotermiyeden danışacağıq. Rezidenturada düşen mövzulardan da. Hipotermiya zamanı bədəndəki dəyişikliklərin olduğu məlum məsələdir ki, temperaturun düşməsi nəticəsində baş verən və termoregulyasiya proseslərinin pozulmasından baş verən prosedurdur. Müəyyən hədd və nisbət çərçivəsində olan bədənin temperatur faizinin oynamaları da bildiyimiz üzere müəyyən problemlərin nəticəsində patologiyaların meydana gəlməsinə səbəbiyyət verməkdədir. Patologiyalarda dəyişiklik göstərməkdədir. Ümumiyyətlə bədəndə temperaturun dəyişmələri əksəriyyətlə yüksək temperaturlarda görsənsə də, aşağı temperaturlarda da bədən fiziologiyasında pozuntulara yol açmaqdadır. Buna da tibdə hipotermiya deyilir.